Çox vaxt məndən soruşurlar ki, Rəsul bəy, biz pullarımızı necə səmərəli idarə edə bilərik? Ya da ailə büdcəmizi necə idarə edək? Biz necə pul çatışmamazlığı problemindən qurtula bilərik? Gəlin bu məsələlərin hamısına aydınlıq gətirək. Dostlar, bu problemləri aradan qaldırmaq üçün əsas 3 prosesə fikir verməlisiniz. Birinci proses gəlirdir, ikinci proses xərcdir, üçüncü isə maliyyə idarəçiliyidir. Niyə bunu dedim? Çünki bəziləri deyir ki, gəlirim artır, amma bu mənə yenə də kifayət etmir. Bəziləri də var ki, deyir ki, qənaət edirəm, amma bu yenə də mənə kifayət etmir. Bunun sirri odur ki, həmin şəxslər öz pullarını idarə edə bilmirlər. Yəni, maliyyə idarəçiliyi bu özü ayrı bir bacarıqdır. Pul qazanmaq, inanın mənə, daha asandır, nəinki o pulu idarə edəsiniz. Və mən bu videoda sizlərin bu problemini aradan qaldırmaq üçün çox dəyərli məsləhətlər verəcəm. Yəni konkret desək, pullarınızın idarəçiliyi sizin maliyyə münasibətlərinizə olan təsirinizdən və mümkün qədər onları necə səmərəli xərclədiyinizdən asılıdır. Gəlin biraz büdcə haqqında danışaq. Sizin hər birinizin bəlirli bir büdcəsi olmalıdır. Ay Rəsul bəy, bilirik də büdcəmiz olmalıdır. Onsuz həmişə qırağa pul atırıq da birdən nəsə lazım olur. Xeyr, büdcə bu deyil. Büdcə müəyyən bir müddət ərzində gəlir və xərcləri ümumiləşdirən maliyyə planıdır və bu planın kimin tərəfindən aparılması çox önəmlidir. Əgər siz hardasa işləyirsinizsə və ya özünüzün bir biznesiniz varsa, siz öz büdcənizi mütləq hesablamalısınız. Əgər düzgün şəkildə apara bilmirsinizsə və ya vaxtınız çatmırsa, o zaman bunu etibar etdiyiniz bir şəxsə həvalə edin. Ola bilsin, yaxın dostunuza, qohumunuza, əgər evlisinizsə öz həyat yoldaşınıza və s. Bu adama deyin ki, mən sənə hər gün gəlir və xərclərimi bildirəcəm, sən də bunun hesabatını aparacaqsan. Ya da bunu özünüz edin. Ailə büdcəsində də belədir. Bu məsələni bir nəfər öz öhdəliyinə götürməlidir. Yəni, xanım və bəy ikisi də işləyirsə və ailə büdcəsinə söhbət gələndə ikisində də fikir ayrılığı yaranırsa, yox, bunu bu ay almayaq. Başa düşmədim, niyə almayaq? Bu çox lazımdır bizə. Alaq. Kimi söhbətlər olursa, gərək son sözü o maliyyə planına nəzarət edən şəxs desin. Çünki elə edəndə sonsuz münaqişələr yaranmır. Mənim tövsiyəm o olar ki, əgər bu məsələlərdən xanımın daha yaxşı anlayışı varsa, büdcəni o aparsın. Yox, əgər bəyin daha gözəl anlayışı varsa, o aparsın. Və bir şey də qeyd edim, əgər övladınız kiçik yaşlarından pul yığmağa başlayarsa, bu çox gözəl bir hərəkətdir və siz onu bu mövzuda təqdir etməlisiniz. Çünki bu, gələcəkdə onun pul ilə rəftarı, bacarığının inkişafına səbəb olur. Yəni, həmin pulları yığmaq ilə o artıq bu zaman üçün istədiyi şeylərdən imtina edir və vacib və lazımlı olan şeylər üçün o pulu yığır. Hətta Harvard Universitetində belə bir təcrübə etmişdilər. Az yaşlı uşaqların qabağına konfetlər qoymuşdular və demişdilər ki, tərbiyəçiniz gələnə qədər bu konfetləri yeməyin. Və illər sonra gördülər ki, həmin uşaqlar hansılar ki, o konfetləri tərbiyəçi gələnə kimi yeməmişdilər, onlar gələcəkdə daha çox uğurlara Əziz izləyicim, səni bir neçə dəqiqəliyinə videodan ayıracağım. Çünki sənə demək istədiyim vacib bir şey var. İndi bəlkə ekrana baxıb deyirsən, gör necə maşını var, Amerika kimi yerdə yaşayır. Amma 6 il əvvəlki Rəsul belə değildi. O vaxt həyat mənim üçün çox çətin və ümidsiz görünürdü. Bəlkə sən də indi elə bir vəziyyətdəsən. Əgər elədirsən, sənə öz təcrübəmdən bir məsləhət vermək istəyirəm. Əgər bugün pulsuzluqdan şikayət edirsənsə, iş tapa bilmirsənsə və ya maaşın azdırsa, yeni bir gəlir qapısı yaratmağın vaxtıdır. Bilirəm, bu asan səslənmir. Pul yoxdur axı, necə deyə düşünə bilərsən. Amma bax, sən bu anda mənim kurslarım vasitəsilə özünə yeni gəlir imkanları yarada bilərsən. Mənim YouTube və ChatGPT kurslarım artıq yüzlərlə insanın həyatını maddi baxımdan yaxşılaşdırıb. Təxminən 400 nəfər mənim YouTube kursumu, 200-dən çox insan ChatGPT kursumu alaraq əlavə və hətta pasiv gəlir qazanmağa başlayıb. Bu sənə əlavə gəlir yaradan kursların qiyməti isə bir çox insan üçün bir aylıq cib xərcliyi qədərdir. YouTube kursumu 189 AZM, ChatGPT kursumu isə 159 AZN ala bilərsən. Amma bununla kurslarım bitmir. Digər kurslarımla da səni tanış edim. Növbəti kurs arzularını gerçəkləşdir kursudur. Bu kurs sənə arzularının niyə reallaşmadığını göstərir və həmin səhvləri düzəltdikdən sonra məqsədlərinə daha yaxın olursan. Şuur altında səni geridə saxlayan blokları tapır və onları aradan qaldırmağı öyrənirsən. Ən əsası isə real metodlarla arzularına necə çatmalı olduğunun yolunu öyrənirsən. Bu kursun qiyməti isə 79 AZN-dir. Sonuncu kurs isə 12 həftəlik bədən transformasiyası kursudur. Bu kurs təkcə artıq çəkidən qurtulmağa yox, həm də sənin bədəninin və həyat tərzinin dəyişməsinə kömək edir. Çünki yadında saxla, öz bədəninə nəzarət etməyən insan çox vaxt həyatının digər sahələrində də zəif olur. Və sən heç görmüsənmi, həqiqətən varlı və uğurlu insanlar öz bədənlərinə laqeyd yanaşsınlar. Əksinə onlar öz bədənlərinə xüsusi diqqət edirlər və sağlam formada qalmağa çalışırlar. Bu kurs sənə də bunu öyrədir. Təkcə arıqlamaq yox, bədəni idarə etməyi və sağlam həyat tərzini formalaşdırmağı. Sən 3 ayda düzgün diyet və məşq
proqramı ilə fit və sağlam bədən qura bilərsən. Bu kursdan məqsəd sadəcə çəki itirmək deyil, pi faizini azaltmaq və bunu qalıcı etməkdir. Çünki proqram səndə sağlam vərdişlər formalaşdıracaq. Bu kursun qiyməti isə 89 AZN-dir. Ekranda indi 4 kursun ayrı-ayrılıqda qiymətini görürsən. Ətraflı məlumat üçün rasulasadi.com saytına daxil ola bilərsən. Sualların varsa Instagramda mənə də yaza bilərsən. Və əgər YouTube'dan gəldiyini desən, sənə 10% endirim edəcəyim alacağın hər hansısa bir kursa. 4 kursu birdən alanlara isə 25% endirim olunacaq. Sənə lazım olan tək şey başlamaqdır. Çünki həyatlarını yaxşıya doğru dəyişənlər, gözləyənlər yox, qərar verib hərəkət edən insanlardır. İndi videoya davam edə bilərsiniz. Niyə? Çünki səbr ilə uğur bir-biri ilə çox əlaqəlidir. Bəs yaxşı, gəlirimizi necə düzgün idarə edə bilərik? İndi sizə bəzi qaydalar haqqında və biz insanların əsas xərcləri haqqında məlumat verəcəm. Siz də çalışın bunları həyatınızda tətbiq edin və ən azından anlayın ki, nələrə pul xərcləyirsiniz. Birinci qayda, hər birinizə tövsiyə edirəm ki, aylıq gəlirinizdən özünüzə 10% ödəyin. Yəni bunu gələcək yatırım kimi adlandırmaq da olar. Həmişə ilk olaraq 10% gələcəyiniz üçün öz gəlirinizdən ayırın. Əksər insanların problemi ondan ibarətdir ki, onlar əvvəlcə xərcləyirlər pulu, sonra isə nə qalıbsa onu qənaət edərək saxlamağa çalışırlar. Bu belə işləmir. Elə ən başdan özünüzə 10% ümumi gəlirinizdən ayırmalısınız. İkinci, təhlükəsizlik pulu ayırın. Bu da təxmini 10% təşkil edir. Bunu bir sığorta kimi də fikirləşə bilərsiniz. Yəni hər kəsin həyatında hansısa qəza və ya gözlənilməz hallar olur. Ona görə də siz öz sığorta fondunuzu yaratmalısınız. Gəlirinizdən 20% bu şəkildə hər ay ayrılmalıdır. Niyə məhz 20 rəqəmi? Bu təkcə Pareto qanunu məsələsi deyil. O qanunu ümumiyyətlə bilirsinizmi? Bu qanunda deyilir ki, əməyin 20%-i nəticənin 80%-ni təmin edir. Geridə qalan 80% sərf olunmuş əmək isə cəmi 20% nəticənin yaradıcısıdır. Fakt ondadır ki, hətta Harvardda geniş araşdırmalar olub bu barədə və sübut edilibdir ki, insanın 20% xərcləri tamamilə heç bir ciddi məna daşımır və o asanlıqla onlardan imtina edə bilər. Və bu nəticəyə gəlmək olar ki, siz oturub düşünsəniz və mənasız xərclərinizi aşkarlayıb onları etməsəniz, artıq hər ay 10% özünüzə ödəyəcəksiniz. İkincisi də 10% sığorta fondu təşkil edəcəksiniz və o toxunulmaz olacaq. İstəsəniz özünüzə ayırdığınız o 10% pulu sərmayə kimi harasa qoya bilərsiniz. Amma ikinci 10%-i ən yaxşısı özünüzdə sığorta kimi və ya nəqd pul kimi saxlamaqdır. Üçüncü yerdə sizin yaşam xərclərinizdir. Bu yeməkdir, geyimdir, övladlarınızın təhsilidir, sonra kommunal ödənişlərdir və s. kimi xərclərdir. Əsas olan odur ki, çalışın bu xərclərdə israfçılığa yol verməyəsiniz. Əgər ayaqqabınız hələ yeni kimidirsə, gedib ikinci bir ayaqqabı almayın, dəyişəkli geyinmək üçün. Bir sözlə lazım olmadıqca bu şeylərə çalışın çox pul verməyəsiniz. Hər şey qənaətlə istifadə edəsiniz. Çünki bu xərclərinizə planlı yanaşsanız, özünüz də görəcəksiniz ki, əslində nə qədər qənaət etmiş olacaqsınız. Dördüncü yerdə sizin həyat keyfiyyətiniz yerləşir. Sizə bayaq bildirdim ki, müəyyən şeylərdə qənaət etmək lazımdır. Amma bu o demək deyil ki, özünüzü hər şeydə sərhədləməlisiniz. Bir çox insan israfçılıq ilə qənaəti səhv salır. Siz qənaəti məntiqlə etməlisiniz. Amma bu o demək deyil ki, həyat keyfiyyətinizi pul çıxmasın deyə aşağı salmalısınız. Ən önəmli həyati ehtiyaclarınızı ödədikdən sonra həyat keyfiyyətinizi aşağı salmadan gəzin, istirahət edin, kinoya gedin. Yox, kino əşi rasxodda oturmuşuq da, pul yığmaq lazımdır, qənaət etmək lazımdır. Kimi ifadələri işlətməyin. Niyə? Baxın, insanlar qənaət etməyə başladıqda ən böyük səhvlərindən biri də o olur ki, ilk növbədə həyat keyfiyyətinə qənaət etməyə başlayırlar. Həyat keyfiyyətinizə qənaət etdiyiniz zaman daxili özgüvəniniz və özünüzə hörmətiniz dərhal azalmağa başlayacaq. Özünüzə hörmətiniz və özgüvəniniz aşağı düşən kimi də daha az qazanmağa başlayacaqsınız. Bəlkə də sizə qəribə səslə necə indi deyəcəklərim, amma həyat keyfiyyətiniz üçün pul xərcləyəndə daha çox pul qazanmağa başlayacaqsınız. Özünüzə hörmət və özgüvəniniz artdığı üçün özünüzə diqqət və qayğı ilə yanaşmağa başlayırsınız və buna uyğun olaraq gəliriniz də artmağa başlayır. Əsas məsələ budur ki, özünüzə yüksək hörmət və yüksək özgüvənlik sizi özünüzə qarşı daha tələbkar edir. Bu isə öhdəliklərinizi vaxtında yerinə yetirmək və mümkün qədər çox işləri icra etməyə gətirib çıxarır. Ona görə də həyat keyfiyyətinizi aşağı salmayın. 5-ci yerdə bir insanın ən böyük xərcləri olan avtomobil və ev almaq kimi şeylər dayanır. Burada da çalışın ki, məntiqli addım atasınız. Əgər sizin avtomobiliniz varsa, onu yenisi ilə dəyişmək üçün pulunuzun böyük bir hissəsini kreditə verməyin. Çünki avtomobilə pul yatırmaq onsuz da bir itkidir. Çünki siz daima ona yatırım edəcəksiniz və aylıq gəlirinizin böyük bir hissəsi kreditə və avtomobilin xərclərinə gedəcək. Ondansa hal-hazırda sahib olduğunuz avtomobili idarə edin və ya taksidən istifadə edin. Bakıda olanda oturub bir hesablama apardım öz avtomobilim ilə bağlı. Ona tökdüyüm bahalı benzin, dəyişdirdiyim yağ və digər vacib xərcləri, parkovka pulu, bir sözlə hər bir xərcini aylıq hesablayanda gördüm ki, mən öz avtomobilim ilə, yox taksi ilə harasa getsəm, bu daha ucuza başa gəlir. Nəinki öz maşınım
maşınımla getmək. Üstəgəl bir sürücü kimi stresim də olmur və başım sakit yaşayıram. Həm də Bakıda maşın sürmək günü-gündən çətinləşir. Taksidə də olsam saatlarla probkada qalırdım və belə anlarda metro istifadə edirdim. Yəni istəsəniz bu böyük xərclərinizi də nizamlaya bilərsiniz. Büdcənizi qorumaq lazımdır. Sizə son demək istədiyim isə odur ki, ayın axırında dediyim bütün bu şeyləri etdikdən sonra əlinizdə nə qalsa pul olaraq yalnız öz gələcəyiniz üçün yatırımlar edin. Fərqi yoxdur o məbləğ nə qədərdir. 60 manatda qalsa siz onu 2-3 ay yığıb hər hansısa bir aksiyaya yatırım edə bilərsiniz və bu yolla siz yavaş-yavaş kasıbçılıq adlanan vəziyyətdən çıxacaqsınız və sonra həyatınızı idarə etməyə başlayacaqsınız və ən önəmli resurslarınızdan biri olan pulunuzu idarə etməyə başlayacaqsınız. Və bir məsələni də qeyd edim. Əgər sizin pulunuz varsa və siz bunu hər hansısa bir biznesə və ya hansısa sahəyə investisiya qoymaq istəyirsinizsə, amma bu sahələr üzrə heç bir biliyiniz yoxdursa, bilin ki, burada ilk qurban siz olacaqsınız. Ona görə də pulunuzun var olmağı sizi biznesmen və ya investor etmir. Sizin ilk öncə biliyiniz olmalıdır və ən həssas məsələ maliyyə savadlılığınız olmalıdır. Yaxşı, nədir bu maliyyə savadlılığı? Bu sizin maliyyənizi idarə etmək üçün tərtib olunan və düzgün qərarlar qəbul etməyə imkan verən bilik və bacarıqlardır. Mənə sual verirlər ki, bəs biz öz kapitalımızı necə saxlaya bilərik? Onu necə artıra bilərik? Məlumdur ki, insanların çoxusu pulu çətinlik ilə qazanmağı bacarır. Bununla belə Azərbaycanda gəlirlərin saxlanılması və artırılması məsələsi xüsusilə aktualdır. Bu doğrudan da böyük problemdir və onun həlli birbaşa xalqımızın rifahına və təmin olunmuş bir qocalığa, yəni təqaüdçülərə təsirini göstərir. Pensiya sistemimizin necə işlədiyini və gələcək təqaüdçülərin pullarının necə idarə olunduğunu nəzərə alsaq, məlum olur ki, ömürlərinin sonunda onlar çox güman ki, heç o kənara qoyduqlarını belə almayacaqlar. Hələ heç pensiya gəlirlərinin artırılmasından danışmıram belə. ABŞ-da Milli Maliyyə Təhsili Fondu tərəfindən keçirilən sorğuda bağça tərbiyəçilərindən tutmuş məktəb müəllimlərinə kimi təxminən müəllimlərin 90% hesab edir ki, tələbələr ya maliyyə təhsili kursu keçməlidirlər, ya da bu fən üzrə orta məktəbi bitirmək üçün imtahanlar keçirilməlidir. Yəni təsəvvür edin ki, bu sözlər ümumi əhalisinin 50%-dən çoxunun investor olduğu və fond bazarının isə dünyada ən inkişaf etdiyi Amerikalılar haqqında deyilir. Bəs bizə gəldikdə isə nə deyə bilərik? Maliyyə savadlılığı pul qazanmaq deyil, pulu işdə qazanmaq lazımdır. Maliyyə savadlılığı artıq qazanmış olduğunuz və hal-hazırda qazandığınız pulların idarə edilməsidir. 90-cı illərdə, 2000-ci illərdə mən də bir sən nə qədər pul qazanırdım kimi hekayələri tez-tez eşitmişsiniz. Bəs indi nə oldu? İndi bu insanlar keçmişin xatirələri ilə yaşayırlar. İşə gedirlər, maaşları ilə yaşayırlar. Keçmiş milyonçular. Üstəlik 90-cı illərdə pul qazana bilən, sonra isə kapitalını qoruyub və artıra bilənlərin faizi zaman keçdikcə kapitalını itirənlərdən bir neçə dəfə azdır. Qocalmağa doğru gedirik, amma təəssüf ki, bizim pensiya fondumuza ümid yoxdur. Məhz buna görə də ABŞ-da maliyyə savadlılığı məsələləri bu qədər geniş müzakirə olunur. Amerikaya ağıllı və zəngin cəmiyyət daha maraqlı gəlir. Məhz maliyyə savadlılığı sayəsində milyonlarla adi Amerikalı varlı insanlara çevrilir. Maliyyə savadı olan hər bir Azərbaycan vətəndaşı müəyyən yaşa qədər aktiv həyat dövründəki gəlirini mütənasib olaraq öz şəxsi sərvətini qura bilər və yaşam səviyyəsini aşağı salmadan qurduğu kapitaldan faiz hesabına yaşaya bilər. Bu sizə nağıl kimi görünür? Əsla. Bu mürəkkəb faiz effektinin necə işlədiyinə dair bir nümunə göstərim sizə. Demək, 1996-cı ildə Ozeola McCarthy Bill Clinton'ın əlindən dövlət mükafatı aldı və bir qədər əvvəl elə həmin il o Olimpiya məşəlini Mississippi ştatından keçirmək hüququ qazandı. Ozeola McCarthy 1908-ci ildə ABŞ-da anadan olub. 6-cı sinifdə o çamaşırxanada çörək pulu qazanmaq üçün işləməyə başlayır və məktəbi tərk etməli olur. Uşaqlıqdan o hər gün günlük qazandığı bir neçə dolları Mississippi ştatının birinci milli bankına gətirirdi. Aylıq gəlir 100 dollardan çox deyildi. Beləliklə illər keçdi, bir gün bank işçisi yaşlı Miss McCarthy'dən maraqlanır ki, bəs bilirsinizmi sizin hesabınızda nə qədər pul var? Ozeola etiraf edir ki, bilmirəm və həmin bank işçisi bildirir ki, 75 il ərzində onun hesabına yarım milyon dollardan çox pul yığılıb. Bankir izah edir ki, artıq bu qədər pulla ona işləməyə ehtiyac deyil. Lakin Ozeola cavab verir ki, işləməyə öyrəşib və az şeylə kifayətlənir və ona pul lazım deyil. Sual yaranır, bəs bu pullar ilə nə etmək olar? Miss McCarthy bu pulun 10%-ını yerli kilsəyə vəsiyyət edir. 30%-ını qohumlarına paylayır. Qalanını isə yerli universitetə göndərir ki, bu puldan az təminatlı ailələrdən olan istedadlı qara dərili uşaqların keyfiyyətli təhsil alması üçün istifadə edilsin. Bu pullar 1995-ci ildə Cənubi Mississippi
Universiteti Ozeola McCarthy adına fond açır. Bu xəbər tez bir zamanda Birləşmiş Ştatlarda yayılır və Amerikanın hər yerindən çoxsaylı xeyriyyətçilər də az təminatlı ailələrin uşaqlarının təhsil xərclərini ödəmək üçün fonda pul köçürməyə başlayırlar. 75 il ərzində xanım McCarthy-nin cəmi $90.000 illik, yəni $1200 sərmayə qoyduğu təxmin edilir. Lakin mürəkkəb faiz ildə təxminən 4% gəlir ilə və uzun investisiya dövrü sayəsində ümumi kapital 500.000 ABŞ dollarından çox təşkil etdi və bunun da $400.000-dan çoxu kapitalın xalis gəliri idi. Buradan başa düşürük ki, az bir sərmayə zamanla böyük nəticələrə gətirib çıxardır, amma az sərmayəni də bilikli bir şəkildə yatırım etmək lazımdır. Və maliyyə savadlılığının əsası və ya hər hansı bir rifahının əsası hər şeydən əvvəl mövcud olan sərvətin ilə kifayətlənməkdir. Yəni ondan razı qalmaqdır. Yoxsa narazılığımız və səbirsizliyimiz pul çatışmamazlığına səbəb ola bilər. Və sonda bunu da qeyd etmək istərdim ki, çox müşahidə eləmişəm ki, əgər bir insan gün ərzində öz vaxtını tənzimləyə bilmirsə, həmin şəxs öz maliyyəsini də tənzimləyə bilməyəcək və bir uğura nail olmaq ona çətin olacaq. Baxın, gün ərzində önəmli 3 görüşməniz varsa, siz onlara fokuslanırsınız, amma həmin görüşlərə gedəndə yolda getdiyiniz vaxtı və ya o görüşlər arası vaxtı necə dəyərləndirirsiniz, bu çox önəmlidir. Əgər sosial mediada vaxtınızı öldürürsünüzsə, bu sizin həyatınızda öz təsirini göstərəcək. Və ya maarifləndirici bir kitab oxuyursunuzsa, bu da sizin öz həyatınızda təsirini göstərəcək. Eyni qayda maliyyə də aiddir. Böyük xərclərimizi kontrol edirik, amma kiçik olanları o qədər də önəmsəmirik. Yadınızda saxlayın, sizin həyatınızda baş verən ən böyük dəyişikliklər gün ərzində etdiyiniz kiçik dəyişikliklərdən irəli gəlir. Bəli dostlar, bugünkü videomuzda sona çatdı. Güman edirəm ki, sizlər üçün faydalı oldu. Videonu bəyənib kanala abunə olub paylaşmağı da unutmayın. Və bu tip videoları bəyənirsinizsə, kommentlərdə yazın. Çalışıb sizlər üçün bu mövzuda da videolar hazırlayaram. Pulu düzgün idarə etmək birinci sənətdir. Bunu heç vaxt unutmayın. Növbəti videolarda görüşənə qədər hələlik.